Xəbərlərimizlə baxım. Gəlmişik hal-hazırda oranı çək Əbəlfəz ağanın mübarək hərəminin qarşısındayıq. Və birinci dəfə bu ziyarətə gələnlər var. İstəyirəm ki, bir dənə sual verim sizə, hərə öz qəlbindən keçəni desin. Nə his keçirdirsiniz? Nə his keçirdirsiniz? Deyə bilmirəm. Həqiqətən deyə bilmirəm. Çünki o eşq mənə elə giciliyib ki, mən onu deyə bilmirəm, hansı hissinə yaşayıram. Allaha olan eşqim, İmam Hüseynə olan eşqim, Əbəlfəz ağaya olan eşqim, bir Allah bilir, bir də mən bilirəm. O hissi mən deyə bilmirəm, hansı hissi keçdi. Heç danışa da bilmirəm, dilim tutulur mənim. Ürəyim şad olur ona görə ki, bu həsrətlə yaşadığımı mən nail olam Allahın izni ilə. Ancaq heç nə deyə bilmirəm. Başıma dönmüşəm. Allah qəbul eləsin. Allah qəbul eləsin. Əmi, illərdən sonra Allah nəsib elədi. İmam Hüseyn əleyhissalamın Əbəlfəz ağanın mübarək ziyarəti. Nə his keçirdirsən? Yüksək səviyyəli Rəbbimə şükür edirəm ki, mənə bu hissi yaşatdı. Bunun artıq nə olacaq? Çox yüksək səviyyəli. Şükürlər olsun xalq. Şükürlər olsun Allahımıza. Şükürlər olsun Allah Teala'nın mənə verdiyi qismətə. Bizə verdiyi qismətə. Əmi, siz nə his keçirdirsiniz? Mən 75 yaşım var. İlk dəfədir ki, ziyarətə gəlirəm. Allahdan istəmişəm ki, bu Əbəlfəzl Abbasın eşqinə, İmam Hüseyin eşqinə Allah bizim qrupamızdan razı olsun ki, məni birinci dəfədir bura gətirdi. Mən səbəbkar siz oldunuz, mən bura gəldim. Allah sizdən razı olsun. O cümlədən Allah səndən razı olsun. Çox gözəl başçısan, çox belə gözəl rəhbərsən, yaxşı idarə edirsən. Biz sizdən 100% razıyıq. Allah razı olsun. Əbəlfəzl Abbas, ağam Hüseyin özü kömək olsun. Ağam Həsən özü kömək olsun. Hamımıza siz olun. Sağ olun.